baş məşqinin ilk rəsmi oyunudur. Əvvəlcədən uğurlar arzulayaq komandamıza. Və yəni sizin icazənizlə əvvəl baş məşqini soruşularla oyun haqqımıza, oyuna hazırlıqla bağlı fikirlərimi görürsünlər. Sonra sizin suallarınızı növbəli sizin cavablandırın. İlk növbədə hamınızı salamlamaq istəyirəm. Wir sind schon 5 Tage zusammen und ich glaube, dass es bis jetzt eine gute Vorbereitung ist, dass die Spieler motiviert sind, dass wir gut gearbeitet haben in diesen 5 Tagen. Ich und bestimmt alle Spieler ja möchten, dass ich sofort anfange, dass es ja schon morgen das Spiel ist, dass wir alles morgen geben, um ein gutes Spiel zu machen. Wir hoffen, dass viele Leute kommen und dass wir auch das gewinnen. Wir haben alles gemacht, wir haben gut trainiert, viel gesprochen über unser Spiel. Und wir hoffen, dass es morgen ein gutes Spiel wird. Und das Resultat wird dann sehen. Wir wollen alles machen, dass wir auch diesen auch gewinnen. Das ist auch für uns sehr wichtig. Und das ist. Jetzt können Sie fragen, was Sie möchten. Ich werde das alles sagen, was Sie interessiert. Hamınızı burada salamlayıram və keçmişimiz var. Hamınızı təbrik etmək istəyirəm. Hazırlığın davamı devirəm ki, 5 gün komanda bir yerdədir. Hazırlığın gedişindən məşq prosesini mən razı qalmışam və mənə soruşursa, mən oyuncular da fikirləşirəm. Biz istəyək ki, artıq hazırlıq və böyük həvəslə sabahki onu gözləyir və istəyək artıq oyun böyük olsun. Oyunla bağlı deyə bilərik ki, mən komanda demişəm və sizə bilirəm ki, əgər biz məşqdə göstərdiyimizi sabah oyunu göstərsək, yaxşı nəticə əldə edəcəyik, sözsüz bizim üçün. Ancaq qələbə sabah olansımızı imkan edirəm. Oyuncular inanıram və bilirəm ki, sabah yaxşı oyundan yaxşı nəticə əldə edəcəyik. Mənim fikir bilmək istəyirsə, mən komandam çox tanımalısıyam. Necə məşq edirlər, hava komanda çox yaxşıdır və biz sabahki oyuna hazırıq və istəsiz suallar verə bilərik. Hamınızı salamlayıram ilk növbədə. Sabahları bizi Maytən oyunu gözləyir. Səbirsizinlə bu oyunu gözləyir. Çox yaxşı hazırlaşmış oyuna, amma çox istəkli futbolçular. Əlimizdən gəlincə ki, inşallah hər şey yaxşı olsun. Asan keçməyəcək oyun. Yəni, rəqibində Gürcistanla oynamayız eləmişik. Çox yaxşı müdafiə olurlar və əksində şanslarını gözləyirlər. Asan da olmayacaq, amma biz əlimizdən gəlincə inşallah sabahları yaxşı nəticə eləməkdən nail olacaq. Salamlayıram. Məncə ilk rəsmi oyundur, yəni komandayla. Bizlər üçün çox yaxşı hazır məşqlərdə, çox yaxşı məşqlər eləmişik. Hazır demək olar ki, tam çıxıb sabahki oyunda inşallah qələbə qazanmağa çalışmalıyıq. Sual var. Akşamüstü son günler mücadele mevzusu olan Neftçi'den hiçbir oyuncunun sağlığına. In den letzten Tagen wurde nicht viel gesprochen, geschrien und geredet, dass keiner verpflichten wurde, nämlich dann das können Sie wirklich sagen. Ich habe nominiert diese Spieler, was ich gemeint habe. Leider ist jetzt keiner von der Chile, was uns sagen wird, dass es für nächstes Spiel oder für nächstes Mal, wenn wir wieder ein Spiel haben, dass es keiner wird. Aber ich habe so das Bild gesehen. Das ist meine, was ich gemacht habe. Und jetzt war es keiner, aber das will nicht sagen, dass es keiner wird. Mən bu sualla bağlı bir neçə gündən qabaq mətbuatda açıqlama verdim və yenə bu təkrar edirəm ki,
yaxşı formada olan oyuncuları çağırmışam və təəssüflü olsun ki, bunların sırasında Neftçi oyuncuları yoxdur, o demək deyil ki, növbəti oyunlarda biz Neftçi oyuncuları görməyəcək. Mənim fikrimcə bu oyuna Neftçidə elə oyuncu yox idi ki, Malta'nın sabahki oyunda bizi kömək edə bilər. Növbət sual. Səbəbi futbol sürəkəsi. Demək olar ki, yığmada hücumçu problemi yaran, yəni Rauf Əliyev çağırılmadı, artıq yəni o bizdə həmişədən hücumu sırf hücumda olurdu, hücum problemi yaran. Ön bilmək istəyirdik ki, komanda, yəni Brasnevski hücum planı necə quracaqdı? Yəni sırf hücumçu olmadan, yəni ümumiyyətlə hücum planı haqqında nə düşünür? Rauf'un sədəsi var idi. Wie war es nicht vor dem Mən bildiyim Neftçidə keçəndən sonra ölkə çempionatında qol vurmayıb. 4 Spieler in Qualifikation, 0 Tor. Millidə 4 tane oyun oynayıb seçim mərhələdə qol vurmayıb. Das wird nicht sagen, dass nicht wird, aber wie es jetzt ist, die Neftçi. Amma o demək deyil ki, növbətdə onlara mən Rauf Əliyev dərik eləməyəcəm. Amma hal-hazırda mənim fikrimcə o millidə kömək edilməz. Für dieses Spiel. Və mənim fikrimcə bu oyunda Rauf Əliyev millidə kömək edilməz. Ona görə mən çağırmadım. Ich werde nachher gefragt, ich werde auch sagen, wer morgen spielt. Və Rauf'un millidən olmadığı, yəni hücumçu problemi bizdə olmayacaq. Wir werden nicht jetzt das letzte Zeit sagen, meine Mannschaft wird heute schon wissen, wer spielt. Und wir auch. Və əgər sizin məlumatınızsa, mən deyə bilərəm sabah hücumda kim oynayacaq. Mənim komandam artıq böyük məşqdə biləcək. Sabah isə Seyiddə oynayacaq. Wir sind gut präpariert, wir sind gut motiviert. Komanda hazırdır. Motivasiya yüksək komanda. Und Rauf Əliyev hat wieder eine Chance bestimmt bekommen wird, er wird wieder spielen. Və Rauf Əliyevin şansı olacaq, özü göstərmək və növbəti onlar üçün dəyişən olmaq. Dieses habe ich nicht gerufen, weil er nicht in Topform ist. Və mən Malta'nın oyunda Rauf Əliyevi çağırmadım, çünki yaxşı formada, hal-hazırda yaxşı formada deyil. Azərbaycan Milli komandasına gəldiyiniz ilk gündən qeyd etmişsiniz ki, komandamızdan qələbə ruhu görmək istəyirsiniz, futbolçularınızdan mübarizə görmək istəyirsiniz. Artıq komandamızda 2 təlim-məşq toplanışını keçirdiniz. Ümumiyyətlə, bu 2 təlim-məşq toplanışı ərzində nə dərəcə istədiyinizdən nail ola bildiniz? Nə dərəcə öz futbolçularınızda bu qələbə ruhunu, psixologiyasını formalaşdıra bildiniz? Sehr zufrieden. Çok lazım. Ich bin sehr zufrieden, weil sie alles machen. Sie kämpfen auf dem Training, sie machen alles, was ich bis jetzt wollte. Sie werden bestimmt auch morgen alles geben, am besten, dass wir auch das Spiel gewinnen. Sehr zufrieden von Türkei 6 Tage, jetzt 5 Tage, was wir hier sind. Ich habe schon viel gesehen. Ich glaube, dass es ein ganz großes Potenzial gibt in Fußball Aserbaidschan. Und das wird das morgen auch zeigen. Mən komandanın tam razıyam, çünki mənim tələblərimi komanda meydançılarının məşq prosesində yerinə yetirir. Mən istədiyimi məşq prosesində görürəm və inanıram oyuncularıma ki, sabah çıxıb 90 dəqiqə bacardığım meydançı göstərəcəklər. Və mən deyirəm ki, Azərbaycan futbol potensialı böyükdür və bunun üzərində işləmək lazımdır. Futbol sayılı gazete. Cevap parasına çıkıyor böyle bir söz demek istiyorum. Balkanlarda bildiğiniz gibi Kafkas'da verdiğin söze amel eden adama hürmet böyüktür. Rasneşk böyle bir söz demişti ki öz grubunda 70% oynamayan futbolcunu 20'ye çağırmışsın. Emre Balayev. Ola mən bir bak. Çağrımız yok, əsas etdim. Asosiyatı yani Emre Balayev. Emre Balayev Eintracht'ta Cumhuriyet 18'de çıkıyor. Bakın sabah 6 dakika futbol oynuyor. Et israfı yoktu, yanlardan geldi. Ondan
necə oynuyor? Bu bir. İkinci, Rauf Əliyev qol vurmadığına görə çalırmır. Nurlan Novruzov da Bombardier Premier Liqanın, onu da çalırmır. Bunu necə əsaslandırır? Depois neste que foi bacana, não sei se e essa sobre o sport, gibt da muss man da mal gut sprechen. Ja. Wir haben gesagt, dass sie spielen werden, die neuen Sport. Sie werden auch spielen. Əsasiyyəti mən milliyə çağırmaq yox, mən əsasiyyəti deyim. Oyuncular hansı ki 90 dəqiqə klublarında oynayırlar 90%. Birinci suala cavab razısan yoxsa? Vagif Savat 6 dəqiqə futbol Yox, oynuyor. əsas Vagif oynayır sağlıyorsunuz, yox bilirsiniz. Yok, ümumiyyətlə niyə sağlıyor? Vagif, Emil bana spielt auch der aus den eingeladen. Vagif spielt 6 Minuten. Warum Salat ist nicht hier? Salahat da yok millide. Çağırmıştı. Qiymətinə dolar Meksida. Was? İlker bir sualınızı bir. Yok, Yok, bana bir kere. Sualınızı bir cevap verin. Okay, aber du wirst mich fragen für Nefci. Ich will dir sagen, du siehst Sual Nefci. tepkisini bağlı diyorsa yok. Nein, ich will ihn fragen, ob er Nefci in letzter Zeit gesehen hat. Size bir sual vereyim olasın. Nevşehir'in son oynanan görmüşsünüz çempionatta. Siehst du Nefci? Qarabağın Neftçinin oyuna baxardıq abinin çıxışına. Olur, Nevşehir Qarabağ gegen Agin. Gutes Spiel, ein Spiel Nevşehir gegen Qarabağ. Okay, aber das macht doch nicht. Das dritte Tor. Warum hast du Probleme über dritten Tor? Bizim de 3. kapısı mövkisini danışıyor. Wir haben Kamran, was Kamran var. spielt, warte. Kamranlarla da Aber wir müssen etwas nehmen. Wir müssen etwas nehmen, das ist doch klar. Ja, Emil ist ein Tor, was für die Zukunft. Wir denken noch nicht bloß für das Spiel. Wir denken auch für die Zukunft. Emil Balayev genç oyuncudur. Biz ancak sabahki oyunu yok, biz geleceğini fikirleşiyoruz. Ve onun genç oyunculara da milli davet ediyoruz. Okay, aber es macht nichts. Ich will nicht über das sprechen. Ich nehme, was ich will. Okay. Im ersten Moment ist keiner von Nefci. Ich sehe, dass es hier ein großes Problem ist. Aber wie sie in letzter Zeit spielen, Gəlin mən bu sualı belə cavab vereyim ki, mən milliyəm oyuncuları çağırmışam bu oyuna, hansı ki, mənim fikrimcə yaxşı formadadılar. Mən fikir verirəm ki, Neftçidən oyuncu çağırmadım, bu ölkədə bir problem yaradır. bin schon 5 Monate hier, sage ich. Mən 5 ayda Azərbaycandayım. Jedes Spiel von Nefci habe ich gesehen. Neftçinin hər bir oyun görmüşəm. Das ist Bu təlmə şoklansın ki, etwas şöyle. anderes Frage. Necə? Qarabağdakı gol vurmur. Nurlan 10 dənə gol vurur, Das çalır. ist auch nicht eingeladen, weil er kein Tor gemacht hat. Nein, Aber ich bei weiß. extra Nurland ist der Schützenkönig im Moment, der hat keine Einladung bekommen. Das war die Frage. Zweite Frage. Die zweite Frage habe ich schon gesagt. Das ist nicht die erste Frage. Sie haben mich schon das gefragt. Sie haben mich gefragt schon 4-mal für Nurlan. In diesen Zeiten. Und was habe ich gesagt? Ich würde es so wieder sagen. Wenn er es nicht gelesen hat oder wenn er nicht gehört. Er in mein System. Ich sehe ihn nicht in mein System. Nurlanla bağlı mən 4 dəfə bu suala cavab vermişəm. İkisindən də baxmaya verirlər. Bəli, mən bilirəm, Dambarcin çempionatda mən sistemə uyğun oyuncular, onu da çağırmamışam. Bir dakika, nöbet Aber was will er? Was will Reşat Burak er? Kabir Was will er? Bekommen. Ich will er hier sprechen. Was will er bekommen? Qabaq yoxladı Nurlanı. Harda yoxladı ki, sistemə uyğun deyil. Məhəmməd Qurbanovdan zəif futbol. Wo haben Sie gesehen, wo haben Sie getestet, dass das System nicht passt? Ist der schlechter als Manda Urban? Ich sehe viel mehr Potenzial. Ich sehe. Mehmet, Vielleicht du nicht. mən şəhət, Vielleicht ja nicht. bəlkə siz görürsünüz, amma şəxsən mən Məhəmməd Urbanı daha çox potensial görürüm, nə ki Urban'da. Nöbet sual. Aber das ist Her seine şey futbolcular da Meinung. verebilir. Sizin fikriniz. Und das ist okay, wir können konfrontieren. Das ist seine Meinung. Danışabilir ama sizdə, Okay. siz bu fikirsiniz, mən də başqa fikirdən başqa fikirdir. Jeder hat seine Meinung. Nöbet sual. Herkesin fikri var. Onu bildirebilirəm. Her şeyden beyne baktım. Futbolcular da suallar verebilirsiniz. Əvvəlcə bu sol müdafiə soruşmağı ilə bağlı sual var. Yəni konkret birini müəyyənləşdirmir kim oynayacaq? Arkadaşlar hiç auf der Position des Mittelfelders und am Fragezeichen haben sich für sich festgelegt, wer morgen beginnt. Ja, ich habe schon. Ich würde ihm sagen, nach dem Spiel. Belli diyeceğim kim oynayacak. Wenn ihr fragt, würde ich sagen. Sual versiniz kim sağ başlayayım mı? Sual cevap verelim. Esas seyahatle bağlı. Was Sual passiert? gelmedi. Ich habe das so gesehen. Ne Im letzten beiden Spielen. Açıq varsa imkan varsa gəl al. Sual gelmedi. Wenn Sie nicht stabilieren haben, können wir gerne wissen, wer morgen anfängt. Okay, kein Problem. Sag ihm, ich habe Vielen kein Dank. Problem. Ich werde das auch heute meinen Spielern sagen. Wir werden